Yemək yediyin zaman azanın eşidilməsi. Bu zaman nə etmək lazımdır? Bu haqda açıq aydın Allah Resulü sallallahu aleyhi ve sellem hədisi var. An Abi Hureyre radiyallahu anhu qala Resulullah sallallahu aleyhi ve sellem İzə semi'a ahadukum nida vel ina'u ala yadihi fela yada'u hatta yaqdi hacatahu minhu. Abu Davud 2350-ci. Hədisdə gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biriniz azanı eşitdikdə və onun əlində qabı varsa, o ehtiyacını ödəmədikcə onu yerə qoymasın. Yəni bu nə deməkdir? Yəni qab burada şək yoxdur ki, ya əlindəki yemək, ya da hansı bir içki. Və azan eşitdikdə, azan ya proqramda olsun, ya ümumən fərqi yoxdur, hansı bir azan eşitdikdə, yəni çöldə əlində yemək varsa, o yeməyi tamamlaması icazəlidir. Bu da nəyi göstərir? Göstərir ki, İslam dininin asan olması. Necə ki, Allah Subhanahu taala həmən oruc ayələrində, ya da ayələrində Bəqərə surəsində gətirir ki, yuridullah bikumul yusra və la yurid bikumul usra. Allah Subhanahu taala sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Bu da göstərir ki, İslam dininin asanlığıdır. Yəni insanın nəfsi iştahı çəkdiyi halda azan eşitsə belə bir stakan su ya bir tikə əlində yemək varsa, ya qabağında varsa, onu yemək istəyirsə, onu yeyir. O demək deyil ki, bəzilər başa düşür ki, azan olduğu halda, dərhal gedim artıq su içim, yemək götürüm, yemək yeyim, yox. Bu kimə aiddir? O kəs ki, artıq yemək yediyi halda və nəfsi çəkir su içməyə, ya əlindəki olan müəyyən bir yemək varsa, onu qurtarmağına, o icazəlidir. Bunu yeməyə bitirməsinə icazəlidir. Amma oturum bundan sonra yenə 5 dəqiqə, 10 dəqiqə oturum yemək yeyim, azan qurtarsa belə, bu icazəli deyil. Və dediyim kimi də o kəsdir ki, artıq yeməyini yeyib, sonra oturub və durur təzədən azan içdikdən sonra yenə içmək istəyirsə, bu icazəli deyil. Söhbət nədən gedir? Söhbət o kəs ki, yemək yediyi halda, azan olduqda əlində su, bir stakan su olsun, ya bir müəyyən qabda yemək olsun, onun yeyib qurtarması icazəlidir və bu haqda alimlərin sözləri var. Barakallahu fikum.